fəaliyyət göstərdiyim sahələrdə heç birində öz rahatlığımı, huzurumu tapmadım. Ən sonunda isə bu sahəyə gəldikdə mən özümü bu sahədə tapdım. Ülviyə Əliyeva artıq 5 ilə yaxında təkər ustası kimi fəaliyyət göstərir. 16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb. Ancaq həyat onu başqa sahələrə də yönəldib. O, öncədən qaydasız döyüşlə məşğul olub. Ancaq idmanda göstərdiyi gücü bu sahədə davam etdirməyi daha məqsədə uyğun hesab edib. Müsahibim deyir ki, bu işi işləyən yeganə qadın olduğu üçün müştərilərin 90%-i onu təəccüblə qarşılayırlar. Buna baxmayaraq o işinə canını, ruhunu, həvəsini qoyaraq çalışır. Yağ satışımız, digər fəaliyyətlər də var bizə. Sadəcə olaraq hal-hazırda mənim fəaliyyət göstərdiyim sahə ustalıqdır, təkər ustası. Həm montajımdır, həm balansımdır. Yəni mən bu sahədə ən çox sevdiyim, məni sakitləşdirəcək hissəsi balans hissəsidir. Bizim nəslimizdə avtomobil təmiri olan ustalarımız var, yeznəm var, yaxınlarım, qohumlarım var. Məndə uşaqlıqdan avtomobilə həvəs olduğu üçün artıq mən bu sahəni seçdim. Ailəmdə düzü çox tərəddüd edən oldu. İstəmədilər mən bu sahəyə gəlim. Ki, bu xanım sahəsi deyil. Amma mən bu sahəni seçdiyim üçün heç də peşman deyiləm, xoşbəxtəm. Digər qəhrəmanımızsa Lumu İsrəfillidir. O, bir ildir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru vəzifəsini icra edir. Onun sözlərinə görə bu sahəyə uşaqlıqdan həvəsi olub və ali təhsilini başa vurduqdan sonra polis əməkdaşı olaraq fəaliyyətə başlayıb. Müsahibim deyir ki, qadın polis olmaq o qədər də çətin bir iş deyil. Sadəcə vacib olan bu sahənin öhdəliklərini və məsuliyyətini dərindən dərk etməkdir. O hesab edir ki, ölkəmizdə qadın polis əməkdaşları öz kişi həmkarları ilə birlikdə çiyin-çiyinə ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunması üçün öz xidməti öhdəliklərini layiqincə yerinə yetirirlər. Lumu xanım məhz bu səbəbdən bu adı daşıdığı üçün qürur duyur. Uşaqlığımdan bəri polis əməkdaşlarına, onların əynində daşıdıqları formaya və yiyələndikləri bu peşəyə qarşı xüsusi bir rəğbət hissim olub. Hər zaman polis olmazsa deyə düşünüb, onların işinin nə qədər çox məsuliyyətli və şərəfli olduğunu fikirləşmişəm və bütün bu düşüncələr məni polis əməkdaşı olmağa vadar etdi. Daxili İşlər orqanlarında xidmətə qəbul üçün müraciət edəcəyimi biləndə valideynlərim də mənimlə razılaşdılar, mənə dəstək oldular. Dünya xanım Hacıyevanın gördüyü işə sevgisi isə onu nə az, nə çox düz 48 ildir dəmir yoluna bağlayıb. O, hazırda Bakı Vaqon Təmiri Zavodunda usta vəzifəsində çalışır. Qəhrəmanımın sözlərinə görə həmin yerdə qatar vaqonlarının, avtoəyləc avadanlıqlarının təmiri həyata keçirilir. Bu sahəyə ilk olaraq çilingər kimi başlayan müsahibim deyir ki, işə həvəs valideynlərindən keçib. Daha sonra isə dəmir yollarında bir neçə vəzifənin icrası ilə məşğul olub. Bugünə qədər işinin çətinliyinə, ağırlığına baxmayaraq bəsdir, yoruldum, kifayətdir belə deməyib. 1977-ci ildə əmək fəaliyyətimə Biləcəri Vaqon deposunda başlamışam, 17 yaşından. Burada mənim valideynlərim işləyib, belə həvəs ondan yaranıb. Çətin iş olsa da, hamı həvəslə işləyib burada. Burada ən çox qadınlar olub. ...48 ildə artıq burada işləyirəm, öyrənmişəm, hər şeyi elə öyrənmişəm, gəlir ikinci evim kimi baxıram bura. Həyəcan yoxdur, həyəcan gedib, itib. Hamı həvəslə işləyir. Kollektiv də mehriban kollektivdir, bir-birlərinə mehribançılıq göstərirlər. Sevirəm, bəs necə sevirəm. İşi sevməsəm, bu qədər vaxtı burada qalıb işləyə bilməzdim. Göründüyü kimi hər bir müsahibim işinə, peşəsinə böyük sevgi hissi duyur və bu sahələrdə daha çox qadınların yetişməsini istəyirlər. Onlar ömrünün ən gözəl illərini çətin və şərəfli peşələrinə həsr edən zəhmətkeş qadınlardır.